Salam. Sizinlə əlaqə saxlayırıq Sistem Guru Markets. Şirkət haqqında ümumi məlumatla başlayaq. Aşağıda hər bir parametri daha ətraflı öyrənək. İstəsəniz dayana bilərsiniz. Sözügedən təşkilatın bütün göstəricilərini diqqətlə öyrənə bilərsiniz. İndi isə şirkətin cari fəaliyyət göstəricilərinə baxaq. BlackRock Inc. Ticker BLK. Baxış 19 iyun 2025-ci il tarixinə olan məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets təşkilat BlackRock Inc. alt kateqoriyaya aiddir. General Asset Management qiymətləndirmədə 29 təşkilat iştirak edir ki, bu da kifayət qədər reprezentativdir. Sözügedən şirkət üçün nəticə 10 baldan 0,5 bal. Alt kateqoriya üzrə orta bal 2 baldır. Çox geniş baxsanız, ümumiyyətlə ABŞ bazarı çərçivəsində. Qeyd edək ki, bütövlükdə ABŞ fond bazarı üzrə orta nəticə 1,8 baldır. Şirkət üçün 0,5 bala qarşı BlackRock Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi BlackRock Inc. və alt kateqoriyalı paylaşımlar. 12 aydır hissləri görürük BlackRock Inc. 27,3% dinamika nümayiş etdirib. 30% alt kateqoriyası üçün qiymət dinamikasına qarşı. Təşkilatın bazar kapitallaşması BlackRock Inc. 151,75 milyard dollar təşkil edir. 347 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Şirkətin balans dəyəri 48,2 milyard dollar olaraq qiymətləndirilir. 172 milyard dollar balans kapitallaşması ilə alt kateqoriya 172 milyard dollar dəyərindədir. Bazar və balans dəyərinin paylarını müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay BlackRock Inc. alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə 43,787% təşkil edir. Kitab kapitallaşması 27,917% təşkil edir. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi pis -1 bal. Təhlil edilən şirkətin 14,404 milyard dollar borcu var. Balans dəyərinə qədər maliyyə öhdəlikləri kapitalın 30%-ni təşkil edir. Şirkətin borc reytingi yaxşı 1 bal. Şirkətin qiymət-gəlir nisbəti 24:1 idir. Alt kateqoriya üçün orta qiymət 16,4-dür. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə şirkətin səhm qiymətinin mənfəətə nisbətinin qiymətləndirilməsi pis -1 bal. Son 12 ayda mənfəət 6,306 milyon dollar olub. Növbəti 12 ay üçün forward mənfəəti şərti olaraq 7,904 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 7:1 idir. Alt kateqoriya üzrə orta göstərici 2,6-dır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin birja dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi pis -1 bal. Son 12 ayda gəlir 21,390 milyon dollar olub. Növbəti 12 ay üçün forward gəliri şərti olaraq 25,710 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Gözlənilən gələcək satış həcmi göstəricisinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Marjinallıq 29,5%, alt kateqoriya üzrə orta göstərici isə 16,1% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gəlirliliyin qiymətləndirilməsi yaxşı 0,5 bal. İşçilərin sayına görə alt kateqoriyada şirkətin payı 10,688% təşkil edir.
Bu, bazar kapitallaşma payından 310% azdır. Şirkətin bir işçisinə düşən bazar kapitalının məbləği $7.192.000. Alt kateqoriyada isə $1.756.000 var. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən bazar kapitalının miqdarının qiymətləndirilməsi. Keçərli 0 bal. Bir işçiyə düşən mənfəətin həcmi $298.900.000. Alt kateqoriya üzrə orta qiymət $107.300.000. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi. Yaxşı 0.5 bal. Şirkətin bir işçiyə düşən satışları $1.014.000. Alt kateqoriya $667.000. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin fərdi işçisinə düşən gəlirin qiymətləndirilməsi. Yaxşı 0.5 bal. Alt kateqoriya üzrə orta hesabla 2% ilə müqayisədə satışa çıxarılan səhmlərin 1.2% var. Göstərici ROAS 14 şirkət üçün %53 səviyyəsini göstərir BlackRock Inc. Alt kateqoriyada bu səviyyə 57%dir. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən $980. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi $1055 civarındadır. Sizin üçün mövcud olan sifariş cədvəlinə baxaq, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəlində bu mövsüm məlumat və arayış sistemi tərəfindən qəbul edilən bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Qiymətli kağızların qiymətləndirilməsi nəticəsində BlackRock Inc. Qiymətləndirmənin məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. Video icmal olduğu üçün sifarişi açmayın. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets.